İlin sonunda cavabını verəcəm. Şəhid İsa Xodri. Şeytan sizi yoxsulluqla qorxudur və sizə rüsvayçı işlər görməyə əmr edir. Allah isə sizə öz tərəfindən bağışlanma və lütf vəd edir. Bəqərə surəsi 268. Rıza ilə çox yaxın dost idik. Onu canım qədər istəyirdim. Lakin hər kəsə əl tutması, sağa sola pul xərcləməsi məni hövsələdən çıxarırdı. Nə vaxt ona giliyələnib desəm ki, "A kişi, bu qədər hesabsız, kitabsız olma. Cibində nə varsa hamısını fəqir-füqaraya paylamalı deyilsən ki, özünün də xərclərin var. Pulsuz qalacaqsan, sonra borc almaq üçün hər yetənin qarşısında boyun bükməli olacaqsan." O sadəcə gülür və belə deyirdi. İlin sonunda cavabını verəcəm. Düzünü desəm, məsələ mənim kiməsə kömək etmək istəməməyimdə deyildi. Amma maaşımız az idi və mən öz hesab kitabımda qorxurdum ki, ayın sonuna qədər öz xərclərimi güclə çatdıraram. Qaldı ki, hələ kiməsə də əl tutum. Amma Rıza heç nəyini əsirgəmirdi. Bəzən əlində nə vardısa, hamısını yoxsullara verirdi. Yadımdadır. Bir dəfə qışda birlikdə Məşədə getmişdik. Küçə kənarında soyuqdan büzüşüb qalmış yaşlı bir kişi gördü. Dərhal boynundakı şərfi çıxarıb qocanın boynuna doladı və dedi: "Hacı ağa, Şəhid Əhməd Rövşənin xatirinə bizi də dualarınızda unutmayın." Mən dözməyib qışqırdım: "İndi də bu dəliliyini şəhidlərin ayağına yazırsan?" Güldü və dedi: "Şəhid Əhməd Rövşən də bir dəfə qışda Məşəddə yaşlı bir kişi ilə eyni cür davranmışdı. Mən də sadəcə onu təqlid etdim. Onun kimi etdim." Dedim: "Rıza, sən dəlisən. Bu baxalıqda həmin şərfi yenidən almaq üçün nə qədər pul verməli olduğunu bilirsən? Axırda darda qalacaqsan. Etmə belə." Amma o yenə həmişəki kimi güldü və dedi: "İlin sonunda cavabını verəcəm." Əlindən tutub çəkdim və soruşdum: "Mənə cavab verəcəyin o ilin sonu dəqiq nə vaxtdır?" Qəhqəhə çəkib güldü və dedi: "20 mart. İsfəndin 29-u. Yaxşıdır?" Dedim: "Yaxşıdır. Amma vay sənin halına ki, məni qane etməyəsən." Günlər keçdi və ilin sonu gəlib çatdı. Talih elə gətirdi ki, bazanın təşkilatçılığı ilə Rahiyan-i-Nur şəhidlərin döyüş bölgəsinə səfər proqramına qatılmışdıq. Həmin il yeni ilin daxil olması martın 29-u axşam saat 8-ə təsadüf edirdi. Biz də bayramı orada qarşılamaq üçün özümüzü şələmçəyə çatdırmışdıq. Hüseyniyyədə oturmuşdum. Rıza dəstəmaz alıb gəldi və yanımda əyləşdi. Birdən onun vədi yadıma düşdü. Dedim: "Rıza, budur artıq ilin sonudur. İndi də görək yoxsullara etdiyin o qədər hesabsız köməklərə qarşı mənim etirazımın cavabı nə oldu?" Rıza sanki bunu tamamilə unutmuşdu. Bir anlıq duruxub dedi: "Bax sən Allah, cavab vermək üçün nə qədər gözəl bir məkan seçildi. Yəqin şəhidlər belə olmasını istəyiblər." Təəccüblə soruşdum: "Yəni nə? Şəhidlərin buna nə dəxli var?" Rıza dedi: "Bax dostum, mən də bir neçə il əvvəl sənin kimi düşünürdüm. Elə bilirdim ki, pullarımı özümə saxlamayıb sağa sola paylasam, yoxsullaşaram və güzaranım çətinləşər. Ta o vaxta qədər ki, əlimə bir kitab keçdi. O kitab şəhidlərin infaq xatirələri ilə dolu idi. Öz-özümə dedim: Rıza, bunlara bax, Allah yolunda ovuc-ovuc paylamaqlarına baxmayaraq, həyatları davam edib və Allah onları ruzisiz qoymayıb. Məsələn, yeniyetmə şəhid Qulam Hüseyn Teymurzadə. Bacı qardaşı ondan, bayram pulunla özünə nə alacaqsan deyə soruşanda, o belə cavab vermişdi: Mən özüm üçün heç nə istəmirəm. Bayram pulumu bir yoxsula vermək istəyirəm ki, uşaqlarına təzə ayaqqabı və paltar alsın. Onların yanında xəcalət çəkməsin. Bax, onun da həyatı keçdi. Ruzisi kəsilmədi. Ya da şəhid İsa Xodri.
Çox nadir hallarda maaşını evə çatdırardı. Ordudan maaşını alan kimi birbaşa kasıbların yanına gedər və hamısını onlara paylayardı. Onun da həyatı keçdi və heç kəsə möhtac olmadı. Sonda isə hamısı şəhidlik məqamına ucaldılar. Rıza gülümsəyərək əlini dizimə vurdu və davam etdi. Heç uzağa getməyək, elə mən və sən. Bu, bir il ərzində pulunun bir hissəsini yoxsullara verən mənim də həyatım keçdi, pullarını özünə saxlayan sənin də. Sənin də pulların xərcləndi, mənim də. Bəlkə sən biraz kənara pul qoya bildin, amma o da elə bu dünyada xərclənib bitəcək. Mən isə əgər Allah qəbul etsə, o biri dünyam üçün azuqə topladım və inşallah ki, bu əbədidir. Bəli, qardaşım. Bəlkə mən pulumu başqalarına xərclədiyim üçün özümə səndən daha az şey ala bildim, daha az yeyib içdim, amma nəticədə hər ikimiz üçün də zaman keçdi. Sonra zarafatla əlavə etdi. Nə mənim az yeməyimin acısı qaldı, nə də sənin ləzzətli yeməklərinin dadı. Rıza biraz durub sözünə yekun vurdu. Bunları ilin sonuna saxladım ki, sən infaqsız keçən bir illə infaqla dolu bir ili yan-yana qoyub müqayisə edəsən. Onda anlayacaqsan ki, şeytan bizi yoxsulluqla qorxudub, Allah yolunda malımızdan keçməyə qoymur. Məyər eşitməmisənmi ki, Allah buyurur, şeytan sizi yoxsulluqla qorxudur. Bəli, qardaş, şeytandır deyən ki, paylama, kasıb düşərsən. Gördünmü, az yeməklə və paylamaqla nə kimsə yoxsul olur, nə də kimsə ölür. Amma infaq sayəsində neçə-neçə insan acılıqdan xilas olur. Rıza bunu deyib müstəhəb namazını qılmağa başladı. Mən isə onun sözlərinin dərinliyinə qərq oldum. Düz deyirdi. Rızanın bir parça pendir çörək yediyi, mənim isə iştahla qarşısında pizza yeyib meyvə şirəsi içdiyim o gündən geriyə sadəcə bir xatirə qalıb. İndi nə Rıza o günün çətinliyini xatırlayır, nə də o pizzanın ləzzəti mənimlədir. Hər ikisi keçib getdi. Tək fərq budur ki, Rıza infaq etməklə axirəti üçün böyük bir sərmayə topladı. Mən isə şeytanın vəsvəsələrinə aldanıb, var dövlətimi dünyanın ötəri ləzzətlərinə xərclədim. Beləcə, axirət azuqəmi artırmaq üçün mənə verilən bir ili əldən verdim. Rızanın namazı bitəndə mən də xəyallara dalmışdım. Əlini dizimə vurub dedi, şəhidlər kimi olmağıma hələ çox var, qardaş. Gəl dostluğumuzun hörmətinə, indi ki şəhidlərin yanındayıq, yeni ilin daxil olduğu bu anlarda dua elə ki, mənim də qəlbim şəhid İsa Xodrinin qəlbi kimi böyüsün. Bu əziz şəhid infaq etməyi o qədər sevirdi ki, hətta ən zəruri ehtiyac duyduğu əşyalardan belə keçirdi. Atası deyir, İsa'nın bir motosikleti var idi, hər işinə yarayırdı, sanki əl-ayaq idi. Bir gün gördüm ki, piyada gəlir. Soruşdum ki, bəs motosikletin hardadır? Güldü və dedi, bir nəfərin ailəsini gəzdirməyə vasitəsi yox idi. Motosikletimi ona verdim. Rıza ah çəkib sözünə davam etdi. Şəhid Xodri bağışlamaq işində elə bir məqama çatmışdı ki, artıq xalqın dərdini öz dərdi bilirdi. Deyirlər ki, kasıb bir qonşuları varmış. İsa özü yemək yeməmişdən qabaq, əvvəl o ailənin halını soruşarmış. Onları yemək göndərildiyinə və yeyəcək bir şeylərin olduğuna tam əmin olandan sonra gəlib süfrə başında əyləşərmiş. Allahın bəndələrini bu cür düşünən kəs, Allahın da əzizi olar. Dua ilə mən də elə olum, qardaş.